Sizcə 17 Pro-nu gözləyib alsam düzgün olar, yoxsa 16 Pro alsam? Bu sual mənə tez-tez verilir və mən öz şəxsi fikrimi bildirmək istəyirəm sizlərə. Mən şəxsən ən son çıxan modeli almağın tərəfdarı deyiləm. Nəyə görə? Çünki birincisi aralarında 1 il fərq olmağına baxmayaraq qiymət fərqi böyükdür. Məsəl üçün təzə çıxan 17 Pro Max səhv eləmirəmsə 6000 manatdır, 6000 manatdan başlayır. 16 Pro Max isə səhv eləmirəmsə 3000 neçəsə manatdır, bax belə. Fərq böyükdür. Amma yəni gündəlik istifadə edən şəxslər üçün fərq o qədər də böyük deyil. Yəni əgər göstəriş üçün almaq istəyirsinizsə, gərək onda hər il dəyişəsən. Yəni göstəriş üçün almağın heç bir mənası yoxdur. Göstəriş üçün almaq sanki Amerika Birləşmiş Ştatlarının iqtisadiyyatı ilə yarışmaq deməkdir. Onda ki siz yarışa bilmərsiniz. Ona görə burada məqsəd odur ki, yaxşı işləyən bir model almaq lazımdır. Yaxşı işləyən bir telefon modeli almaq lazımdır ki, sizə uzun müddət bəs eləsin. Və mən də Pro Max modellərinin tərəfdarıyam. Telefonu hal-hazırda 14 Pro Max-la çəkirəm. Bugünə qədər çox əla, yəni hər şeyindən sona qədər razıyam. Bu əlimdəki isə 15 Plus-dur. Düzdür, bu da çox yaxşıdır, amma Plus almaqdansa mən Pro Max almağın tərəfdarıyam. Pro və yaxud Pro Max almağın tərəfdarıyam və qeyd etdiyim kimi ən son model almağın bir mənası yoxdur mənim şəxsi fikrimcə. Pulunuzu daha yaxşı şeylərə xərcləyin və elə bir model alın ki, uzun müddət sizin yanınızda olsun bu telefon, tez-tez xarab olmasın. Ona görə əgər imkanınız çatmırsa 16 Pro Max-a, ondan da ucuzları var. 14 Pro Max alın. Amma bilin ki, sizin işinizə yarayacaq. Biraz Azərbaycan mentalitetində belə bir şey var ki, ən son model almalıyam, mütləq şəkildə insanlara göstərməliyəm. 1 ildən sonra 18 çıxacaq. Onda gərək hər il yarışasan. Və qeyd eləmək istəyirəm ki, Azərbaycan iqtisadiyyatına uyğun olan bir hərəkət deyil. Bu mənim şəxsi fikrimdir, razılaşmaya da bilərsiniz. Amma mən özüm video çəkərək belə çox yaxşı gəlir əldə eləyirəm. Şükürlər olsun Allaha. Amma mən belə 17 Pro Max almazdım. 16 Pro Max alardım, ən son modelini alıramsa. Çünki pulla düzgün hərəkət eləmək lazımdır. Düzgün maddi qərarlar vermək lazımdır.